Gülzar İbrahimovanın Yumorlar kitabından. İt ağzında bir torba ilə qəssab dükanına gəlir. Ağzındakı torbanı yerə qoyub, qəssabın qarşısında oturub gözləyir. Qəssab soruşur. Nə istəyirsən? İt hürməyə başlayır. Necə ət istəyirsən? Qıymə, tikə. Yaxşı. Nə qədər olsun? 1 kilo, yoxsa 2 kilo? Qəssab sifarişi hazırlayır. Əti torbaya qoyanda görür ki, torbada pul var. İt dükandan çıxanda qəssab onu izləyir. Bir neçə küçədən sonra it bir mənzilə daxil olur. 3-cü mərtəbəyə çıxır, bir qapının qabağında dayanıb pəncəsi ilə döyür. Qapını hirsli bir adam açır və itə qışqırmağa başlayır. İti izləyən qəssab yaxınlaşıb deyir. Bir dəqiqə dayan. Nə edirsən? Bu mənim gördüyüm ən ağıllı itdir. Ona niyə qışqırırsan? Nə ağıllıdır? Bu həftə 3-cü dəfədir. Açarı götürməyi yadından çıxarır.